Salam əziz müəllimlər və müəllimlərin işə qəbuluna hazırlaşan müdavimlər. Biz onlayn qruplarımız üçün bir neçə test tapşırığı seçmişdik. Bu tipli test tapşırıqları qəbul tipli testlərdir və istəyirəm ki, bu video vasitəsilə həmin testlərin izahını verim. Demək, siz məndən öncə ekranı dayandıraraq işləyib və sonda nəticəyə baxa bilərsiniz ki, görək 5 sualdan neçə düzünüz çıxacaq. Düşünürəm ki, diqqətinizi çəkəcək testlərdir. Qısa olaraq reklam hissəsini deyim. Sentyabr qruplarımıza qeydiyyat başlayıb və qeydiyyatdan keçə bilərsiniz. Onlayn dərslərimizdə mövzuların izahını, Dövlət İmtahan Mərkəzinin test toplusunun izahını, əlavə test vəsaitinin izahını, həftəlik və aylıq sınaq imtahanları təşkil olunur ki, onların izahlarını görürsünüz. Dərslərə qoşulmaq üçün 055 623 1303 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Həmin nömrəyə yazmaqla dərs qruplarımız haqqında geniş, ətraflı məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Reklam hissəsi bitdi, indi izaha başlayaq. Birinci sualda nə istəyir bizdən? Uyğunluğu müəyyən edin. Feildən düzəlmiş sifətdir. 2 leksik şəkilçisi vardır. Sifətdən düzəlmiş isimdir. Feildən düzəlmiş isimdir. Kökü feil, özü isimdən düzəlmiş isimdir. Saydan düzəlmiş feildir. Qeyd edeyim ki, söz yaradıcılığı ilə bağlı kanalımızda video var və həmin videoda mən söz yaradıcılığı məsələsinə, yəni kökün fərqli bir nitq hissəsi olması, sözün başqa bir sözdən yaranması, bu tipli anlayışlara toxunmuşam. Həmin videoya daxil olmaqla bu haqda məlumat əldə edə bilərsiniz. A seçimində qeyd olunub ki, yanğın. Sözün kökü yan feilidir, yəni yanmaq feili. Sözün kökü feildir. Və yan feilindən yanğın ismi əmələ gəlir. Yanğın isim. Yanğın ismi. Məsələn, yanğın baş verdi. Nə baş verdi? Demək ki, isimdir. Feildən yaranmış isimdir. B seçimində qeyd olunub ki, döşəkçə. Döşəmək feilindən döşək ismi əmələ gəlib. Yəni, sözün kökü feildir və döşək isimdir. Feildən yaranmış isimdir. Döşəkçə də isim olur. Yəni, isimdən yaranmış isim olmuş oldu. Üzgün sözünə gəlincə sözün kökü üzmək feilidir. Yəni, üz insanın üzü anlamında yox, üzmək feilidir. Çünki insan üzgün olanda, üzüləndə üzgün ola bilər. Sözün kökü üzmək feili, üzgün sözü. Üzgün sözü də sifətdir. Sözün kökü feildir. Üzgün sözü də sifətdir. Çoxalmaq sözü al şəkilçisi adlara qoşulur. Sözün kökü çox sayıdır, söz saydı və çoxalmaq feili yaranıbdır. Düzgünlük sözünə gəlincə sözün kökü düz feilidir. Çünki yəni, düzməkdən düzgün əmələ gələ bilər. Sözün kökü feildir. Düzgün sözü sifətdir. Deyə bilərsiniz ki, sözün kökü bəlkə düz sifətidir. Gün şəkilçisi feillərə qoşulur. Bununla bağlı kanalımızda izah var. Ətraflı məlumat verməyəcəyəm. Həmin hissəyə daxil olmaqla öyrənə bilərsiniz. Düz sözü burada sifət yox, feildir. Nəyə görə? Gün şəkilçisi feilə qoşulur. Lük də burada isim yaradır. İsim. Yəni, düzgün sifətindən düzgünlük ismi yaranmış oldu. İndi gəlin variantlara baxaq. Yanğın sözü. Yanğın sözü feildən düzəlmiş isimdir. Feildən düzəlmiş isim uyğun gəlir 3-ə. 3A olmalıdır. 3A olmayan variantları çıxsaq, 2-3 variant arasında qalırıq. Gəlin, baxaq döşəkçə isminə. Sözün kökü feildir. Düzdürmü? Sözün kökü feildir. Sözü isə isimdən düzəlmiş isimdir. Baxın, biz qeyd etmişdik ki, sözün hansı nitq hissəsindən yarandığını bilmək istəyiriksə, o zaman biz sonuncu leksik şəkilçidən əvvəl xətt çəkirik. Sonuncu leksik şəkilçi çədir. Və o şəkilçi nəyə artırılıb birbaşa? Döşək sözünə. Döşə sözünə yox ha, döşək sözünə. Düzdürmü? Ç. Yəni, ç hissəsinə artırılıbdır. Təbii ki, döşək ismi döşəmək feilindən yaranıbdır. Amma döşəkçə ismi isə döşək ismindən yaranıbdır. Hər bir söz özündən əvvəlki sözdən yaranır. Demək ki, sözün kökü döşə feilidir. Döşə feilindən döşək ismi və döşəkçə ismi yaranıbdır. Sözün kökü feildir. Özü isə isimdən düzəlmiş isimdir. Yəni, bu uyğun gələcək 4-ə. B. Üzgün sözünə baxaq. Üzgün sözü sözünün kökü feildir və feildən düzəlmiş sifətdir. Bu da uyğun gələcək 1-ə. Çoxalmaq sözü saydan düzəlmiş feildir. Saydan düzəlmiş feildir. İsmi də
ifadəsi də 5-ci seçimdə qeyd olunubdur. Yəni burada uyğun gəlir D. Düzgünlük sözü. 2 leksik şəkilçi var, fikir versəz və sifətdən düzəlmiş isimdir. Gəlin baxaq. Söz özü isimdir, yəni sözün başlanğıc forması isimdir və sözün kökü feil olsa da düzgünlük ismi düzgün sifətindən yaranıbdır. Yəni lük şəkilçisi düzgün sözünə artırılıbdır, özündən əvvəlki sözə. Düzgün sifətindən ismi yaranıbdır, yəni bu da uyğundur. Təbii ki, neçəyə? Bu da uyğundur. Bu da uyğundur 2-yə. 1C, 2E, 3A, 4B, 5də D. Doğru cavab E variantıdır. Keçək ikinci test tapşırığımıza. Cərgələrin birindəki sözlər amonimlik səciyyəsi daşıyaraq sifət və feil kimi işlənir. Sifət və feil kimi işlənsin və amonimlik səciyyəsi daşısın. Dolu sözü sifət və isim kimi düşünülə bilər. Dolu. Sifət, bir də isim. Məsələn, dolu vedrə sifətdir, dolu düşdü, burada da isimdir. Bizə lazımdır ki, sifət və feil olsun. Demək, bu variantı çıxıram. Yağ sözünə də gəlin baxaq. Yağ sözü feil kimi düşünülə bilər. Yağmaq feili. Bir də var ki, məsələn, ərzaq, yağ bu anlamda. Digər məna tayısı isimdir. Yəni, isim və feil kimi düşünülür. Ona görə bu variantı götürə bilmirik. Və eyni zamanda gəlin bax sözünə də baxaq. Bax sözünün hər iki məna tayı isim kimi düşünülür. Kəndir, ip anlamında da isimdir, eyni zamanda bağ-bağça anlamında da isimdir. Demək, bu variant olmayacaq. Gəlin at sözünə baxaq. At sözü feil kimi düşünülür, atmaq feili. Bir də at isim kimi düşünülür. Demək, bu şərtə də uyğun deyil, yəni sifət və feil kimi düşünülmür. Ona görə B variantını çıxıram, amma digər sözlərimizdə izah edək. Yaz sözü. Yaz fəsil anlamında isimdir, yazmaq feildir. İsim və feil kimi düşünüldü. Yad sözü. İsim kimi düşünülür və eyni zamanda yad sifət formasında, yəni məsələn, yad insan bu anlamda sifət formasında düşünülür. Min sözü. Gəlin lövhəni təmizləyək. Min sözü necə işlənəcək? Min sözü bilirsiniz ki, bir məna tayı sayı olur. Digər məna tayı isə minmək feildir. Daha sonra saç sözü. Saç sözü də iki formada amonim kimi işlənir. Məsələn, saçmaq feili, yəni işığın saçması burada feildir. İnsanın saçı burada isə isimdir. Demək ki, bu variant da bizim doğru cavab ola bilməz. Gəlin daş sözünü işlədək. Var daşmaq feili, burada feildir. Digər məna tayı isə təbii ki, isimdir. Məsələn, yerdə olan daş. Daha sonra az sözü. Az, azmaq feili var dilimizdə. Bir də az sayı var. Yəni say və feil kimi düşünülür. Demək ki, bu variantda olmayacaq. Yəni bizə lazımdır ki, sifət və feil formasında amonim olsun. Amonim sifət və feil formasında amonim olsun. Çal sözünə gələk. Çal sözü rəng formasında düşünsək, çal rəng burada sifətdir. Bir də çalmaq feil kimi işlənir. Daha sonra yəni bu uyğun gəlir, amma az sözü uyğun deyil deyə bu variantı götürə bilmirik. Gəlin yol sözünə baxaq. Yol sözünü biz işlədə bilərik isim kimi, bir də yolmaq feil formasında. Yəni yol ismi, bir də yol feili, yolmaq feili. İndi dik, sarı, sağ sözlərinə gəlin baxaq. Dik sözü. Dik sifət kimi işlənir. Bir də var ki, məsələn, gözünü dikmək. Burada isə olur feil. Sifət və feil kimi düşünüldü. Demək, bu uyğundur. Sarı sözünə gələk. Sarımaq feili var dilimizdə. Bir də sarı rəng anlamında sifət. Sifət və feil kimi düşünüldü. Sağ sözünə baxaq. Dilimizdə sağmaq feili var.
Bir də sağ tərəf. Bu anlamda da sifət olur. Yəni, şərtə uyğun olan variant E variantı olacaq. İndi isə keçək 3 nömrəli test tapşırığına. Norma ilə bağlı test tapşırığı. Bilirsiniz ki, artıq yeni çərçivə sənədində norma ilə bağlı test tapşırıqlarının olacağı göstərilibdir. Ona görə çalışın leksik, qrammatik və eyni zamanda fonetik norma ilə bağlı anlayışlarınızı daha da genişləndirəsiniz. Hansı cümlədə qrammatik norma pozulmamışdır? Pozulmayan variant lazımdır. Görünür uzaqda kasıb daxmalar. Burada inversiya baş veribdir, yəni qrammatik norma pozulubdur. Uzaqda kasıb daxmalar görünür. Yəni inversiya baş verdiyinə görə qrammatik norma pozulubdur. Bizə pozulmayan variant lazımdır. Ona görə 1-i götürməyəcəm. 1 olan variantları çıxıram. Uşağın sifəti qızarmışdı. Uşağın sifəti qızara bilər. Heç bir problem yoxdur. Yəni hansısa bir qrammatik norma pozulmayıbdır. Demək ki, 2-ni götürməliyim. 2 olmayan variantı da çıxsam 2 variant arasında qalıram. Uşaqların çoxu bu fikrə etiraz etdilər. Etdilər xəbər cəmdədir. Demişdik ki, əsas tərəf təkdədirsə, xəbərdə təkdə olmalıdır. Burada da əsas tərəf çoxu sözdür. Bu cəmdə deyil ki, xəbər cəmdə olsun. Demək, bu qrammatik normanın pozulması kimi dəyərləndirilir. Pozulduğuna görə bunu da götürməyəcəm. Uşağı evə gələndə gördülər. Qrammatik norma pozulmayıbdır. Demək, 4-ü də götürməliyəm. 4 olmayan variantı da çıxsam doğru cavab olur E variantı. Yəni bu formada çıxdaş etməklə test tapşırığını işləməyinizi tövsiyə edirəm. Ola bilər ki, yəni fikrinizi bu hissəyə cəmləyəsiniz. Onda belə olan halda variantlarla işləməyəcəksiniz. Amma tövsiyə olunan budur ki, yəni müəllimlərin işə qəbul imtahanında vaxt qazanmaqdan ötürü mütləq şəkildə çalışın ki, bu tipli test tapşırıqların, yəni seçim əsaslı, çox seçimli test tapşırıqların çalışın ki, variantlarla da işləyəsiniz. Səninlə necə danışmalıyam? Həmçinin bu sözdə də, bu cümlədə də qrammatik norma pozulmayıbdır. Doğru cavab E variantıdır. Bir neçə illərdir ki, bir neçə sayından sonra gələn illər sözü cəmdə işlənməməlidir. Yəni bir neçə ildir ki, onu görmürəm. Bu formada işlənməli idi. Demək ki, qrammatik norma pozulubdur. Ona görə bunu da götürmürəm. Keçək növbəti test tapşırığına. Yazda dağların əriyən qarı üzü aşağı axaraq kürə qovuşur, onun dumduru sularını bulandırır. Nümunəsindəki cümlə üzvləri haqqında doğru fikri müəyyən edin. Gəlin baxaq. Cümlədə sifətlə ifadə olunmuş təyin işlənmişdir. Burada dumduru sifətini görürəm. Amma təyin vəzifəsindədirmi? Gəlin baxaq. Bulandırır nəyi? Onun dumduru sularını. 3-cü nöqtəyinin söz birləşməsidir və eyni zamanda nə var burada? Yəni sifət var. Amma ismi birləşmənin tərkibindədir, yəni təyin deyil. İsmi birləşmənin tərkibində işlənibdir və təyin vəzifəsində yox, tamamlıq vəzifəsində və eyni zamanda ismi birləşmənin tərkibindədir. Bu fikir doğru deyil. Yazda isimlə ifadə olunmuş zaman zərfidir. Yaz ismindən yazda zərfi yaranıbdır. Yəni sözün başlanğıc forması zərfdir. Zərf. Cümlə üzvü kimi də baxaq, yazda nə zaman, nə vaxt cümlənin zərfliyidir. Və isimlə ifadə olunmuş zaman zərfliyidir. Zaman zərfliyidir, amma isimlə ifadə olunmayıbdır, zərflə ifadə olunub. Zərflə. Ona görə bu variant da yanlışdır. Nümunədə 3 cümlə üzvü söz birləşməsi ilə ifadə olunmuşdur. Gəlin baxaq. Onun dumduru sularını, burada bir ismi birləşmə var, söz birləşməsi var. Daha sonra dağların əriyən qarı qovuşur. Nə? Dağların əriyən qarı. Yəni söz birləşməsi vəzifəsindədir və üzü aşağı axaraq da feili birləşmədir. Ümumiyyətlə söz birləşməsi qeyd olunubdur. Xüsusi olaraq ismi birləşmə və yaxud da feili birləşmə qeyd olunmayıbdır. Söz birləşməsi dediyinə görə üzü aşağı axaraq da feili birləşmədir. Feili birləşmə qeyd edək. Feili birləşmə. Deməli, bu fikir doğrudur. Doğru fikri axtardığımıza görə doğru cavab C variantıdır. Nümunədə yalnız ismi birləşmələr işlənmişdir. Üzü aşağı axaraq feili birləşmədir. Yalnız ismi birləşmə işlənməyibdir. Ona görə D variantında çıxıram. Cümlədə ismi və feili xəbərlər işlənmişdir. 2 dənə xəbərimiz var. Qovuşur nə edir? Xəbər, feili xəbərdir bu. Feili. Bulandırır nə edir? Yenə də feili xəbərdir.
Deməli, ismi xəbər yoxdur. Ona görə bu variantı da çıxıram. Doğru cavab C variantıdır. Keçək 5 nömrəli test tapşırığına. Sintaktik təhlillə bağlıdır. Bilirsiniz ki, müəllimlərin işə qəbul imtahanında durğu işarələridir, sintaktik təhlil nümunələridir. Bunlar eyni zamanda morfoloji təhlil nümunələri. Bunlar müəllimlər üçün biraz nisbətən çətin hesab olunan test tapşırıqlarıdır. Gəlin baxaq. Ürəkdən qopan kədər bədəninə soyuq cərəyan kimi yayıldı cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Gəlin sintaktik təhlil eləyək. Yayıldı nə? Kədər. Hansı kədər? Ürəkdən qopan təyin vəzifəsindədir. Daha sonra nəyə yayıldı? Yəni hara yayıldı, yox da bədən üzvündə biz bədənə necə deyə bilərik ki, hara? O təbii ki, nəyə sualına cavab verməlidir? Bu da tamamlıqdır. Necə yayılıb? Cərəyan kimi cümlənin zərfliyidir. Hansı cərəyan kimi? Soyuq cərəyan kimi. Burada da təyindir. Demək, birinci növbədə təyin gəlməlidir. Ona görə bu variantları çıxıram. Mübtəda ikincidir. Bəli, baxırıq. Demək, bu variantı da çıxırıq. İkinci mübtəda deyil. Təyin, mübtəda və üçüncüsü zərflik qeyd olunub. Bu yanlışdır. Doğru cavab D variantıdır. Birinci gəlir təyin, ikinci gəlir mübtəda, üçüncü gəlir tamamlıq, dördüncü gəlir təyin, beşinci gəlir zərflik və ən sonda da xəbər. Doğru cavab D variantı. Düşünürəm ki, işinizə yarayacaq test tapşırıqlarıdır. Yəqin ki, məndən öncə bu test tapşırıqlarını ekrana dayandıra işlədiniz. Neçə səhv, neçə düzünüz oldusa, bunu da rəy hissəsində qeyd edə bilərsiniz. Və eyni zamanda, əgər bu tipli videoları kanalımızda görmək istəyirsinizsə, kanalımıza abunə olmağı və videonu bəyənməyi, rəy yazmağı və paylaşmağı da unutmayın. Müəllimlərin işə qəbuluna bizimlə hazırlaşmaq istəyən müəllimlər ekranda göstərilən nömrənin WhatsApp-ına yaza bilərlər, həm dərs, həm də sınaq qruplarımız haqqında ətraflı məlumat əldə edə bilərlər. Sağ olun, gələn videolarda görüşənə qədər.